Salam dostlar, riyaziyyatı sevən bir adam olaraq və mən əminəm ki, izləyicilərimdən də riyaziyyatı, həndəsəni, çertyoz çəkməyi filan sevən izləyicilərim var. Sizlərlə birlikdə istəyirəm ki, bax bu gördüyünüz detalın, bax bu hissəsi var, bax bu hissəsi, bax. Bizə dəqiqə. A few moments. Bax bu gördüyünüz hissə var, bax bu gördüyünüz hissəni istəyirəm ki, çəkək. Hansı proqramda? Inventor Autodesk proqramında istəyirəm çəkək. Sizlərlə birlikdə çox asan. Məsələn, qıraqdan baxanda asan da görsənə bilər, çətin görsənə bilər. Bunun içi var, görürsən, içində bir boşluğu falan var. Və yəni bunu çəkmək bilən üçün asandır təbii ki, bilməyənlər üçün də göstərirəm öz bildiyim metodlarla. Bu da elə bir şey proqramdır ki, bunun bir şey çəkmək üçün bir neçə dənə üsulu, metodu var. Neyse, keçid edirik videoya. Videonu indidən bir dənə like ataq videoya, abunə olmağı unutmayaq və video haqqında fikir bildirməyi yaddan çıxarmıram, nəyə də çıxarmırıq. Öpürəm hər birinizi, keçdik videoya. Deməli dostlar, gördüyünüz kimi Inventor proqramındayıq hal-hazırda. Inventor proqramı. Bəli, 2021-ci ildir bizdə professional. Qaqaşımız yəni bu işləri professional görür. Buradan keçirik parta. Detalımızı çəkmək üçün. Gözləyirik açılsın. Biraz ağır proqramdır, amma super proqramdır. Buradan Start 3D Sketch açdıq. Burada düz qoymalıyıq, türkü misalı. Və başlayırıq. Deməli, bu detalı çəkmək üçün deməli, ölçülər var məndə hazır. Bu ölçülər sayəsində biz başlayırıq artıq bu detalı çəkməyə. Deməli, belə. Əvvəlcə bir çevrə çəkirik. Daha sonra bu çevrəni deməli, bölürük bizə lazım olan hissələrə. Burada hissələri bölürük. 10 milli o yana, 10 milli bu yana deməli yer açılır. Daha sonra lazımsız şeyləri silirik və başlayırıq. Detalımızın artıq ilk hissəsi çəkildi, hazırdır, yarım çevrə şəklində. Və sonra burada çevrənin, indi mən videoda qeyd edəcəm. Təbii ki, onu göstərəcəm indi hissələri sizə. Qıraqdan ölçülər var. 9 milli qıraqdandır. Sonra proqramda verdiyim ölçülər ki var. Bu ölçülər bax bu 9 milli vermişəm ha. Bir dəqiqə bunu qoyum qırağa. Deməli bax burada 9 milli. Bax bunun bu hissəsidir. Hansı ki buranı ölçürəm 9 milli verir. 4 milli bunun bu hissəsidir. 4 millini bax gördüyünüz bax bu hissə ilə baxırıq. Görürük ki, bax burada ölçü 4 milli gəlib çıxır. 4 milli, 9 milli o. Orada ölçüdə verdiyim 35 var idi, 35 milli. 35 milli də bunun bax bu hissəsidir. Bu buradan belə 55'dir, buradan belə 35'dir. Deməli bu hər tərəfdən 10 milli kəsilib. Orada verdiyim ilk 10 dalıcı 35 həmin ölçülərdir. Daha sonra verdiyim 25 isə budur və bunun içində, burada içəridə burada deşiyi var. İndi oradan qaranlıqdır, görsənmir. Burada içəridə deşiyi var və onun içində verdiyim deşiyi də görsünüz, bundan əl girir. Həmin o deşiyi idi. Orada verdiyim 30 milli çəkirəm. 30 milli isə bax bunun ölçüsüdür. Bax buranın ölçüsüdür 30 milli. İçinin ölçüsü isə buradan götürürəm. İçinin ölçüsü 22 yazdım ha. O 22 də buranın ölçüsüdür. Qalınlığı 4 millidir. Onları veririk 9,4. Onları verdikdən sonra isə deməli çəkdiyimiz çevrənin deməli nəyinə baxacağıq? Çəkdiyimiz çevrənin radiusuna baxacağıq. Neçədir radiusu? 27,5-dir radiusu millimetrlə təbii ki. 27,5 olduğu üçün 4-4-də çıxırıq. 8-də çıxdıqdan sonra nə qalır orada? 19,5 çıxır və biz 19,5 veririk və sonra orada yuxarıdan arc deməli komandasını seçib yeni yarım çevrəmizi çəkirik və bununla da demək olar ki, işimizi tamamladıq. İşimizi tamamladıq. Daha sonra isə bizim mərkəzi xəttimizi təyin edirik. Mərkəzi xətt çəkildikdən sonra isə yuxarıdan revolva keçirik və düz xətti və mərkəzi xəttimizi seçib ilkin fiqurumuzu artıq yaratmış olduq gördüyünüz kimi.
Bu bizim ilkin fiqurumuzdur. Bunu çəkmək qıraqdan belə asan görsənə bilər, amma bunu öncədən düşünmək lazımdır ki, bunu necə çəkim ki, sonradan mərkəzi xəttdən revolv verəndə bu fiqur alınsın. Bu əslində yəni göründüyü qədər də asan bir iş deyil. Daha sonra generik yuxarıdan seçirik detalımızın deməli tərkib hissəsində, yəni detalımız metaldır, alüminiumdur, nədir? Onu seçirik. Mən steel mill seçdim. Bizdə ən çox istifadə olunan metal növüdür. Və gəlirik artıq ikinci hissəsinə. İkinci hissəsini də bu cür plane eləyirik və plane'in deməli məsafəsini veririk. Mən burada -21 verirəm. 21 versəm digər tərəfə keçəcəkdim. Mən də ərindim. Mənfi atdım qabağına ki, qoy qabağa gəlsin. Mən bir də onu çevirməyim biz o yana. İndi buradan onu da görəcəksiniz təbii ki. -21 hissəsini. Bəli, -21 verdikdən sonra isə bu detalın artıq bu ikinci hissəsi var ki, onu da çəkirik. Və budur, detalımızın artıq əmin hissəsi də hazırdır və detalımızın birləşdiyi hissəyə bir yarım qövs kimi bir şey də veririk ki, daha belə realistik görsənsin, tam real detalda olduğu kimi olsun və budur, detal hazırdır, bu qədər asan, bu qədər bəsit, təbii ki, işi bilənə. Videonu bəyəndinizsə, videoya like atmağı, əgər nəyisə səhv eləmişəmsə, yarımçıq eləmişəmsə, daha rahat bir yolu varsa, o da fikirlərdə mənlə bölüşməyi unutmayın. Öpürəm əlbinizi, Allah'a emanet olun, sağ olun.